Добрый вечер, дорогие друзья! Как у вас дела? Надеюсь, все хорошо, все идет своим чередом. Как давно мы с вами не встречались? Artıq 2 aydır mən biləni biz sizinlə görüşmürdük və yeni dərslər qoymurdum. Üzürlü sayın bu aralar biraz məşğul idim. В прошедшем уроке мы с вами поговорили о naстоящем времени действительных причастий. Keçən dərsdə biz məlum fe'li sifətlərin indiki zamanı haqqında danışmışdıq, əgər xatırlayırsınızsa, və biz demişdik ki, məlum fe'li sifətlərin indiki zamanı fe'llərdən yaranır. Yəni fe'lləri первое спряжение və второе спряжение, yəni birinci və ikinci təsriflənmə fe'llərinə görə bölürdük. Onların əsasında, yəni üçüncü şəxsin cəmində onlar deyərkən feilin sonuna qoyduğumuz ut, yut və yaxud at, yat şəkilçilərindən irəli gələrək feili sifət şəkilçiləri qoyurduq və biz dedik ki, feili sifət əslində bizim indiyənəcən который bağlayıcısının köməyi ilə qurduğumuz cümlələrdir. Yəni, əgər biz indiyənə qədər который ilə qururduqsa, hansı ki mənasını verən который sözü ilə cümlələri qururduqsa, İndi biz artıq feili sifətdən istifadə edirik. Yəni cümlələri daha asanlaşdırmaq üçün. Amma təbii ki, əgər sizə feili sifət çətin gəlirsə, siz yenə də который köməyi ilə, yəni который bağlayıcının bunun müxtəlif cinslərə, который мужской, женском роде, которая, в среднем роде, который и во множестве которые variantının, həmçinin onun isimə aid olaraq padejlərdə hallanmış variantından istifadə edərək cümlələrinizi qura bilərsiniz. Bugünkü dərsimizdə biz прошедшее время действительных причастий, məlum fe'li sifətlərin keçmiş zamanı haqqında danışacağıq. Düzünü desəm, mən dəqiq xatırlamıram. Azərbaycan dilində fe'li sifət keçmiş zamanı varmı? Əgər varmı, yoxmu? Bu haqda Azərbaycan dili qrammatikasını yaxşı bilənlər mənə yaza bilərlər. Amma mən bu fe'li sifəti tam dəqiqliklə tərcümə etməyə çalışacağım Azərbaycan dilinə. Что делавший hərfi tərcümə etsək, sanki nə etmiş olan belə çıxır. Yəni, nə etmiş olan kimidir. Yəni, çünki keçmiş zamanda baş verir hərəkət. Gördüyümüz kimi, məlum fe'li sifətlərin, yəni действительный причастиelerin keçmiş zamanı, несовершенный вид, davam edici tərzdə, совершенный вид və bitkin tərzdə olur. Несовершенный, что делавший, nə etmiş olan, что сделавший. Bu da yenə təbii ki, bizim Azərbaycan dilinə tərcümədə nə etmiş olan kimi çıxır. Amma sadəcə bitkin tərzdə olan, yəni önü, söz önlü fe'llərdən yaranır. Давайте посмотрим, как образуется прошедшее время действительных причастий. Keçmiş zamanı, məlum fe'li sifətlərin keçmiş zamanı məzdər hal şəkilçisini atıldıqdan sonra, yəni bunu mən daha dəqiq sizə izah etməyə çalışım. İndiki zamanı feilin üçüncü şəxsdə indiki zamanda hallanmış variantından düzəldirdik. Keçmiş zamanı isə məzdər haldan düzəldəcək. Yəni sadəcə məzdər hal şəkilçisini atacağıq. T-məkki znaka bitən feillərdən gedir söhbət. Təbii ki, feilin kökündə əgər sait qalırsa, glasnaya основа, o zaman feili sifətimiz выше şəkilçisi qəbul edir və təbii ki, arxasınca mütləq surətdə родовые окончания, yəni cins şəkilçiləri də mütləq surətdə olmalıdır. Çünki feili sifətimiz sifət kimi isimə uzlaşır. İsim kimi kişi, qadın, orta və cəm halda olur. Eyni sifət kimi də padejlərdə hallana bilir. Допустим, берем глагол знать feili, T-məkki znaka atırıq, sait qalır. Yəni, glasna основамız qalır. Ona görə feili sifətimizin sonuna выше və muşskoy rod haqqında danışırıqsa, i şəkilsini əlavə edirik. Знавший, yəni bilmiş olan, belə deyək, daha dəqiq tərcümə etməyə çalışaq. Женский rodda qoysa знавшая, средний rodda qoysa знавшее, во множественном числе qoysa знавшие deyə tərcümə edə bilərsiniz. Думать, T-məkki znaka отбрасываем, atırıq, sait qalır. Yəni, glasna основа. Ona görə mütləq surətdə выше и плюс родовое окончание və cins şəkilsi. Söhbət kimdən gedirsə, думавший или думавшая или думавшие. Жить, T-məkki znaka отбрасываем, sait qalır.
Demək ki, VŞ и плюс родовое окончание. Yəni cins şəkilçisi. Ходить feili T-məki znakı atırıq, sait qalır. Demək ki, VŞ və plus родовое окончание, yəni cins şəkilçisi əlavə edirik. Məstər hal şəkilçisini atdıqdan sonra əgər feilin kökündə sadəcə samit qalırsa, yəni na согласно основу, o zaman həmin feili sifətimiz просто ş şəkilçisi qəbul edir, sufiksi və plus опять же родовые окончания, yəni mütləq surətdə cins şəkilçiləri də burada olmalıdır. Допустим, qlaqol принести, gətirmək feili. Məstər hal şəkilçisi t-ni atırıq, kökdə samit qalır. Deməli, feili sifət variantımız принес olur, yəni gətirmiş olan. Прийти qlaqol yiti şəkilçisi ilə bitən feillər haqqında, əgər yadınızdasa biz danışarkən mən demişdim ki, bu feillərin kökü yoxdur. Feillərimizin kökü əslində şol feilindən yaranır. Məhz bu səbəbdən sadəcə priti deyil, sonu yiti şəkilçisi ilə bitən bütün hərəkət feillərimizin kökü şedşi variantı ilə düzələcək. Yəni, önündəki sadəcə söz önünün, yəni pristavkanı dəyişəcəksiniz. Muşskom rodi, prişedşi, gəlmiş olan, çıxıb getmiş olan desəz, deyəcəksiniz uşedşi. İçəri girmiş olan vaşedşi. İçərdən çıxmış olan vışedşi. Təbii ki, bunun da yenə sondakı cins şəkilçilərini dəyişərək qadın, kişi, orta və cəm halda qoya bilərsiniz. Qlaqol rasti, məstər hal şəkilçisini atırıq, kökdə samit qalır. Ona görə feilimiz rosşi olur. Bu da ondan, yəni gördüyümüz kimi A hərfi O ilə dəyişilir. Bu da ondan irəli gəlir ki, rasti feilimizin keçmiş zamanı, əgər xatırlayırsınızsa, ros, rasla, raslo və rasli. Bu feilimiz O hərfi ilə yazılır. Qlaqol vısıxnut, qurumaq, çiçəklərin və yaxud paltarın qurumasından gedir söhbət. Məstər hal şəkilçisini atırıq. Məstər hal şəkilçimiz bu feillərdə bizim nut şəkilçisidir. Nutu atdıqda burada kökdə samit qalır. Ona görə feilimiz ş şəkilçisini qəbul edir. Vısıxşı, yəni qurumuş olan mənasını verir. Теперь давайте посмотрим примеры. Nümunələrə baxmağa çalışaq. Bu arada mən də zamana baxım. Zamanın keçməməsindən əmin olum. Bayaq dediyimiz kimi, yəni учитель, который знал об этом. Feili sifət bizim который bağlayıcısının köməyi ilə qurduğumuz cümlələri əvəz edir. Yəni, onların bir fərqli variantıdır. Учитель, который знал об этом. Yəni, bu haqda bilən müəllim keçmiş zamanda işlənib. Biz bu cümləni feili sifətdən əvəz edirik. Учитель, знавший об этом. Yəni, bu haqda bilmiş olan müəllim. Я поговорил с кем? С учителем, müəllimlə. С каким учителем? Знавшим об этом. Gördüyümüz kimi feili sifətimiz, yəni знавший sözü, с каким учителем sualına cavab verdiyi üçün, yəni hansı müəllimlə? Bu tvarительный падежdə, məhz buna görə də tvarительный падежdə sifət kimi hallanaraq, tvarительный падежimizin im şəkilsini qəbul edir. Biz bilirik ki, orada tvarительный падежimiz каким sualına cavab verir падежlərin hallanmasında sifətdə. Buna görə я поговорил с учителем, знавшим об этом. Yəni, mən bu haqda bilən və yaxud biz belə tərcümə edirik, bilən. Amma rus dilində dəqiq tərcümə etsək, sanki bilmiş olan müəllimlə söhbət etdi. Отец, который думал о своих детях. Öz uşaqları haqqında fikirləşən ata. Biz indiyənəcən cümlələri belə qururduq. Который bağlayıcısının köməyi ilə. Yəni, ata hansı ki, öz uşaqları haqqında düşünür. Bu cümləni dəyişərək Отец, думавший о своих детях. Gördüyümüz kimi думать feilində sondakı T-məki znakı atırıq və feilin sonuna sait asnovası, yəni glasna asnova A qaldığı üçün vırşı şəkilçisi və plus cins şəkilçisini əkləyirik, əlavə edirik. Mənim zamanım bitir. Növbəti hissəni izləməyi unutmayın. До свидания, увидимся.